Fiqurların sahəsində bu suala baxırdıq. ABC üçbucağında A1, BB1 medianları perpendikulyardır və uzunluqları olaraq 6 və 9-dur. Belə bir düstur var dəyərdə. S bərabərdir 3-2 mn. Burada m bir median uzunluğudur, n digər median uzunluğudur. Müəllimə elə söhbət düşərkən dedi ki, bəs bir şagirdi olub. Bu yəni təxmini 3-4 il qabaq buraxılışda düşüb və şagird dəyərdə bu düsturu görüb, açıq sual olub, birbaşa yazıb 3-2 mn. Sual düz tapıb, amma Dövlət İmtahan Mərkəzi tam qiymətləndirməyib, 3-2 balla verib. Əslində gəlib uşaq özünü səhv edir. Mən də deyən kimi dedim Dövlət İmtahanı düz edib. Çünki səhvdir. Ümumiyyətlə düstur yazmaq olmaz ki, düsturu çıxardasan. Ətraflı deyirsə, əgər sən hamısını birbaşa yazmalısan. Dedim ki, bunu elə biz bir düstursuz yox, çıxarışı ilə yazaq, hətta bu düsturun isbatını da verək. Mən elə ilk dəfə baxanda yaza bildim. Həmin də olsun, yenə də yazaq. 99-cu sual. Deyir ki, AA1 və BB1 medianları perpendikulyardır. Biz perpendikulyar median çəkmək üçün üçbucaq çəkəndən sonra onun içində perpendikulyar, əgər medianları göstərsək, birbaşa perpendikulyar olmaz. Ama birinci medianla başlamalıyam. Buradan bura bir xət çəkdim, tutaq ki, AA1. Bir anda 90 dərəcə olması üçün buradan bura bir BB1-i eləyəndən sonra, indi bunu üçbucağa tamamlamaq lazım. Nə deyir? Bu 90 dərəcə tutaq göstərdim, nə deyir? Bunu buradan tamamlayaq. Bu bir. Yəni, bunu zaten azalda bilərik ki, qoy düşsün üst-üstə. Buranı da azaltdım. Bura 90 dərəcə alınandan sonra belə bir üçbucağımız. Üçbucağını çəkdim ki, qoy ətraflı hər bir şey görünsün. Bu AA1'dir, bu BB1'dir, burada C'dir. Bizim üçbucağımız budur, 90 dərəcədir, elə deyil. Tutaq ki, biz indi MN-lə ifadə edibsə, zaten verib ki, AA1 M1, BB1 N'dir. Yəni, mediana aid olan İki dənə şey var. Bir median düsturu, bir onun xassəsi. Elə xassəsindən istifadə edərək sual tapmaq olar. Bizə məsələnin şərtini hələ ki yazmıram. Elə birbaşa düsturun isbatını gəlin verək bu sualda. Deməli, əgər biz A1-ə M demişiksə və medianların kəsişmə nöqtəsində 2-nin 1-ə nisbətdə bölünməyini əgər deyiriksə, yəni tutaq ki, buradan bura 2-dirsə, buradan bura 1 olmalıdır. İndi M veribsə əgər, mən bura 3-də 2M, 3-də 1M verməliyəm ki, toplayan da M olsun və 2 bölü 1 nisbətində bölünsün. Ona görə bura bir O nöqtəsi deyirəm. Bura opşi M-dirsə, olur bura 3-də 2M. Burada olur bu balaca, yəni OA1 olur 3-də 1M. Sonra B-ni ifadə edirik. N idisə əgər nöqtədən başlayaraq 3-də 2 nisbət 2 bölü 1 bölünməli deyə. Bura olur 3-də 2 N. Bura olur 3-də 1 N. İndi buradan ola bilsin biraz böyük görsənsin, o problem deyil. Heç nə, üçbucağın sahədir deyə elə sahə ilə başlayırıq. Baxırıq bu üçbucağa. Bu üçbucaqda, baxın yazıram burada. S, A, O, B üçbucağı. Burada üçbucaq şərzi qoymadım. Mən ümumiyyətlə heç vaxt qoymuram. Prosto qoy, səhv tutmasınlar. S, A, O, B. Bu 90 dərəcə düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın sahə düsturu hamı bilir ki, 90 dərəcə A, B-dirsə əgər S bərabərdir, AB bölünsün 2 olur. Bura sinus 90 dərəcə deyə, sinus 90 daha yazmırlar. Deməli, AOB, deməli, tapsaq əgər 3-də 2N vurulsun 3-də 2M böl 2 olacaq. Yazaq. 3-də 2M vur 3-də 2N böl 2. Bu 2 ilə bunun biri getdi, qaldı 9-da 2 MN. Deməli, biz bu sahə üçün 9-da 2 MN deyirik. Elə deyil, buradan bura sahə üçün. Sonra bu üçbucağın sahəsinə baxaq. S, deməli, BOA1. S, BOA1. Bunun da yenə də, bura 90 dərəcədir, çünki qonşu bucaqlar 90-sa 90 olmalıdır. 3-də 2 N vur 3-də 1 M. 3-də 2 M, 3-də 2 N vur 3-də 1 M böl 2. Yenə də bu 2 ilə bu 2 getdi. Qaldı 9-da 1 M N. Deməli, bu üçbucağın sahəsi də oldu və buraya yazıram ki, deməli, 9-da 1 MN-dir. Medianın bir yanda xassəsi yadımıza gəlir ki, median üçbucağın sahəsini yarıya bölür. Deməli, mən bu xassə ilə nə yaza bilirəm? Yaza bilirəm ki, S, A, B, A1 üçbucağı, S, A, B, A1 üçbucağının sahəsi bərabərdir S, A, A1, C üçbucağının sahəsinə. S, A, A1, C üçbucağı sahəsi. Çünki median üçbucağın sahəsini yarıya bölür. İndi buranın sahələrini ikisini tapmışıq da, elə deyil. S, A, B, A1-in sahəsini tapmaq üçün bunları cəmləməmi kifayətdir. 9-da 2 MN üstə 9-da 1 MN. Eləyər 9-da 3 MN. 3-ə bölgər tərəfi eləyir 3-də 1 MN. İndi 3-də 1 MN bu idisə, bu da 3-də 1 MN olacaq və opşi üçbucağın sahəsi S, A, B, C, yenə üçbucaq yazmadım.
S, A, B, C bərabər olur. 3də 1 MN, yəni 2 dənə burada. Bu sizə gəl bu. Zaten bir-birinə bərabərdirsə əgər 2 S, A, B, A1 yaza bilərik. Yəni 2 vurulsun bu. 3də 1 MN. Biraz da sərgəli görsənsin. 3də 2 MN. İspat olundu. Əgər bu ispat sualı kimi düşsəydi. Amma birbaşa bizə qiymət verib ki, M6-dır, N9-dur. Heç nə, bunların hamısını yazandan sonra, çünki ətraflı sualdır, yazırsınız ki, S bərabərdir 3də 2 vurulsun 6 vurulsun 9, 3-dən 6 getdi 2, 2 vur 2 vur 9, 36 bizim sualımızın cavabıdır. Bunu yazsaydı əgər qardaş, tam bal verərdi. 3də 2 bal, bir dənə ona görə getdi. Təşəkkürlər.